başsağlıqları sizdən Allah qəbul eləsin. Yüksək dərəcədə, ali dərəcədə Allah sizdə bunları qəbul edib, inşallah ki, mükafatlarımızı zamanə imamının əli ilə mükafatlandırsın inşallah. Amin. Bizim məclislərimiz müəyyən bir məcrada davam edir. Elhamdülillah. İslamın, vəhyin, Qur'anın dirçəlməsi, Əhl-i Beyt məktəbinin insan və insan cəmiyyətində genişlənməsi üçün bu addımlar atılır. Burada fərdi ibadətlərdən söhbət getmir. Hər bir cəmiyyətdə ilahi dəyərlər inkişaf eləməlidir. Bunu Allah bizim boynumuza vəzifə qoyub, bir haqq qoyub. Hər bir qiblə əhlinin boynunda bu haqq mövcuddur. O cəhətdən biz neçə illərdir ürəyimiz bu cür bir məclis istəyirdi ki, ümumi olsun. Bizim analarımız, bacılarımız da bu məclisdə iştirak eləsin. Bizim övladlarımız da bu məclisdə iştirak eləsin. Yəni, cəmiyyətin bütün sinifləri bu məclisdə iştirak eləsin. Bütün insanlar. Müsəlman, təbii ki, müsəlman olmaq şərti ilə ibadət etməyən, ibadət edən fərqi yoxdur bizim. İmam Hüseyin məktəbində qapılar bütün insanların üzünə bu 10 gün açıldı. Bu bir ilahi rəhmətdir, yolmullahdır. Allah bizə tövfiq versin, Allah bizə güc versin ki, onun neymətlərini dadmağı bizə nəsib eləsin. Və bizim cəmiyyətdə o əzizlərimiz ki, ilahi neymətlərdən uzaq düşürlər, Allah onlara da bu mənəvi ləzzətləri inşallah onların həyatına bəxş eləsin, əta eləsin. Dualarımızın müstəcəb olması üçün ölənlərimizin ruhi şad, ustadlarımızın zəhmət olub boynumuzda, ağbirçəklərimizin, ağsaqqallarımızın halal çörəyi, halal sütü bizi Hüseyin qapısına gətirirdi. Bunlar dünyada yoxdular, amma haqları var bizim boynumuzda. Allah onların ruhlarını da şad eləsin. Bizim böyük alimlərimiz olur, böyük mütəfəkkirlərimiz olur. Allah onları da Hüseyinlə məşhur olsun. Çünki onların ən ali arzuları Hüseyinlə məşhur olmaq olur. Allah bizə dünya və ahirətdə Əhl-i Beyt-i Qur'andan məşhur müqəyyəd eləsin, salavat-ı şerif. Muhammed Həzrət, пожалуйста, зайдите. Bir salavat-ı şerif. Söz verilmeydi, gelmedi. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin ve sallallahu ala seyyidil enbiya ve mursalin el-muayyid el-rasulil muqaddam el-Mustafa el-Mahmud القاسم محمد صلى الله عليه وسلم وعلى آله الطيبين الطاهرين معصومين المكرمين المنتخبين وأما بعد قال الله في كتابه أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لن تنالوا البر حتى تنفقوا مما تحبون صدق الله العلي العظيم. Bir neçə kəlmə mən istəyirdim bu məclislərin dini nöqteyi nəzərindən fəlsəfəsin və mahiyyəti barəsində müəyyən açıqlamalar verilsin. Bu məclis nə məqsəd daşıyır? Əhl-i Beyt əleyhissalamın və Qur'anın nöqteyi nəzərindən bu 10 gün məclis
əzadarlıq məclislərinin hədəfi nədən ibarətdir, məqsəd nədən ibarətdir? Nəyə görə Əhl-i Beyt imamları bizə tapşırıblar bunu? Nəyə görə xüsusi bir formada qeyd olunur? Hətta başqa müsəlman firqələri bu 10 günü qeyd etmədikləri halda izahı nədir bunun? Bunu niyə tapşırıblar bu məclisləri biz təşkil edirik? Bir neçə cəhətdən bu suala cavab vermək olar. Bir neçə nöqteyi nəzərdən bu suala cavab vermək olar. Mənim bugünkü cavabım və hər məclisimizdə də mənim ayrı bir cəhətdən yadıma düşsə onu qeyd edəcəyəm. Bugünə bunu hazırlamışam. Bunun fəlsəfəsi və mahiyyəti barəsində. Baxın, Allah Taala'nın insanla bağlı bir proqramı var. Ola bilməz ki, Allah-u Teala bu varlıq aləmini, təbiət aləmini, suni, quruni, havanı, planetləri, bütün bu yaradılışı ola bilməz ki, bu gözəlliyində və bu nizamla, bu ahənglə, bu qarmoniyayla, bu qəlizlikdə və bu mürəkkəblikdə yaradan bir varlıq ki, ona biz deyirik Allah, həmən Allah ola bilməz ki, yaradılışa bu qədər diqqətli olduğu halda yaradılışın bir hissəsi olan insan üçün heç bir proqram düşünməyəm. Bu, ağıldan durdur, uzaqdır. Necə siz uzun müddət bir şəxslə dostluq edirsiniz? Bunu niyə olsun? Necə bir uzun müddət bir insanla dostluq edədiyiniz halda, münasibət qurduğunuz halda, onu tanıdığınız halda, ondan sizə xəbər verəndə mənfi bir şey, siz deyirsiniz ki, ola bilməz. Gəlib sənə deyirlər ki, filan kəs, filan bir şey görür. Sən də ondan dostsun. Evinin içindəsən. Çörəyinin süfrəsinin kənarındasan. 20 il adamı tanıyırsan. Bilirsən bu kimdir. Dərhal nə deyirsən? Ola bilməz. Siz baxın bu aləmə, tanıyın Allah'ı. Tanıyın Allah'ı. Allah'ı biz neydən tanıya bilərik? Ən qısa yol nədir? Ən qısa yol Allah'ı tanımaq üçün, ən qısa yol təbiətə və yaradılışa nəzər salmaqdır. Ən qısa yolu Quran bizə göstərir. Quran bizə deyir ki, siz uzağa qaçmayın Allah tanımaq üçün. Ehtiyac yoxdur Allah tanıtmağa, vaizə ehtiyac yoxdur. Gözləmə ki, sənə Allah'tan kimsə danışacaq. Özün. Bax otlara, bax ağaclara, bax suya, bax okeana, bax bir varlıqlara. Allah deyir Quranda ki, baxın, azadsız. Keyfiyyətinə baxın, sadəcə baxmayın. Suya baxın, tərkibi nədən ibarətdir. Bir dəfə sual vermişik, hər gün içdiyimiz maye haqqında. O su nədən ibarətdir, bilirik. Sudur, yanğımızı yatırdır. Amma iki dənə maye deyil, iki qazdır, birləşib olursun. Hidrogen və oksigen. İkisi də ibişkə tutsun, yanan qazdır. İki ayrı-ayrılıqda bir qazdır bunlar, yandırıcıdırlar, yandırandılar. Birləşiblər, olublar söndürən. Bir dənə suyu misal suya baxın, balıqlara baxın, təbiətə baxın, gündüzə baxın, gecəyə baxın. Allah buyurur, yudabbirul leylə və nəhar.
mən o qadir olan varlığam ki, gecəni gündüz, gündüzü gecə eləyirəm. Baxın, öz rahat gəzib, tüğyan edərik üst torpağın üstündə bir dənə, baxın, nəyin üstündə durmuşsunuz? Ən güclü maşın 400-lə gedir də dünyada. Ondan oyna uçar o maşın. Ən bək gedən 400-dür. Alfa Romeo falan, bunların markaları var. Hansı maşında oturursun, 100-dən o yana ürəyin qalxır bura. Lap rahat maşın olsun, 200-dən o yana istəyirsən sürəti. Ada yavaş, yanındakına deyirsən yavaş. Nasıl? Sən bir dənə böyük bir kürənin üstündəsən ki, onun diametri 40.000 kilometrdir. 40.000 kilometr. Fırlanasan ki, geri dövrəsinə fırlanasan, bir dənə kürə təsəvvür ediyor, top. Ucu bucağı bilinməyən bir səmadadır, heç kim xəbər verməyib ki, sonu aradır. Sonsuzluqda. Düşünün bunları. Sonsuz aləmdə bu boyda bir dənə kürə, üstündə 10 milyard insan, bunlardan əlavə nə qədər yük, su, milyard tonlarla, trilyard tonlarla su. Bunların içindeki heyvanatlar, dağlar, quşlar, botanika, zoologiya, heyvanat, aləmi hamı minib bu kürəyə. Avtobuslara bile hamı minib bura. Bu da gedir. Neçəyle gedir? Boş havada svetofor yok. Ustupid dorogu yok. Nişanlar yok. Gedir. Milyardlarla özü kimi və özündən böyük maniyələrin içində gedir. Dəymir. Sürüşür, məcrasıyla keçir gedir. Bir də girin, baxın televizorda kosmosu göstərəndə, bir də kosmosa baxın. Gedir. Saniyədə 23 kilometr. Saniyədə deyirəm. 23 kilometr getdi. Siz belə bir maşın tapa bilərsiniz indi ki, mən burada bir deyəm o çatsın ufuya. Nə surət olmalı ki onun? Bu kürə, sən də üstündə, varlıq bunun üstündə, məxluqlar bunun üstündə, sonsuz fəzada bu gedir. Sən də burada oturmuşsan, hiss edirsən bu gedir. Əfəla yənzurun, Allah deyir, görmürsüz bə. Əfəla yəşurun, düşünmürsüz bə. Əfəhəsibtum ənəmə xələqnəkum ədəsə. Siz hesab edirsiniz ki, bu boyda sistem, bu boyda hayhuy, bu boyda yaradılış boş-boşunadır, məqsədsizdir, xaotikdir, kim nə bilir onu edir. Allahın sualına baxın insana verir. Mən sual verirəm, belə bir Allah, mən qısa danışdım, Allah'tan illər yox, trilyon il danışsın, bitməz vəsfi. Allah'ın elə başqa sifətlərinin izahı var. Mən hələ yaratmaq sifətindən danışıram. Xaliqiyyətindən danışırıq biz. Başqa sifətlərindən danışırıq. Siz deyirsiniz ki, Hacı, bugün İmam Hüseyin məclisləridir. Allah'tan niyə danışırsınız ki? Nə əlaqəsi var bunun İmam Hüseyin məclisləriyle? Mən bir dənə qısa söz deyirəm sizə. İslamın bütün məsələləri Allah'la rabitədir. Bizi ittiham ediblər illərlə, 14 əsrdə Əhl-i dostlarını ittiham edirlər ki, siz Əhl-i daha artıq sevirsiniz Allah'tan.
Allah'a qoymusunuz qurağa, bu imamlara bağlısınız, falansınız. Mən istəyirəm, Əhl-i Beytin bizə öyrətdiyi Allah şünaslıqdan danışım ki, dostlarımız bilsin Allah arasında bizim nəzərimiz nədir. Bizi ittiham edirlər ki, siz Quran oxumursunuz. İnşallah mənim hədəfim budur, 10 gün burada İmam Hüseynlə bağlı hər gün bir dənə ayə oxuyur Quran-ı Kərim. Təsadüfüdür ki, məclislərimizin əvvəlində Quranla başlayır. O ittihamlar ki, Əhl-i Beyt dostlarına vırılıb o damğalar, bunlar Quran oxumurlar, bunlarda tohid filandır. Biz tohiddən danışırıq. Tohid və aşura. Mövzumuz budur. Nə rabitəsi var? Nə rabitəsi var, nə əlaqəsi var tohidlə aşuranın? Nə əlaqəsi var Allah tanımaqla insanın təlim və tərbiyəsinin arasında? Nə irtibat var? Bu nə ilə bağlıdır? Biz inanmırıq. Bu dəqiqlikdə yaradılışda həssas olan Allah, İbn Sina'nın sözünü deyirəm sizə, bir sələvat zikr Allahümme salli ala Muhammed. İbn Sina deyir ki, Avicenna, bugünkü dünyanın səcdə elədiyi bir alim. Həm filosofdur, həm siyasətçidir, həm təbibdir, həm anatomiya elmini bilir, sümükləri öyrənir, həm insanın qan damar sistemi ilə araşdıran bir alim. İnsanla bağlı bir neçə dənə elmin banisi. Böyük bir şəxsiyyət. İbn Sina hamı qəbul edib onu. Dost da qəbul edib, düşmən də qəbul edib. Ona Avropada Avicenna deyirlər. Şərqdə, müsəlman ölkələrində İbn Sina deyirlər. Həmən o şəxsiyyət. O deyir ki, əsərlərinin birində. Deyir, heç inanılmazdır. Heç inanılmazdır bu. Ola bilməz böyle şey. Nə? Ola bilməz ki, insanın ayağının altındaki əyriliyi düşünən Xaliq, diqqət edin cümləyə. Bu ola bilməz ki, insanın yeriyəndə rahat yeriməsi üçün ayağının altının göğüsvari olmasını düşünən bir varlıq, yəni Allah. Onun ayağını yerişini fikirləşən varlıq, onun ruhu barəsində bir şey fikirləşməz. Ola bilməz. O nə Allahdır ki, ayağın ayrılığının əyri olmasına bu qədər diqqət yetirən Allah, ola bilməz ki, insanın mənəviyyatı üçün diqqətsiz olsun. Yəni, insanın tərbiyəsi üçün çəksin, diyansın qıraqdır. Bu səhv düşüncədir. Allah tək yaradan deyil. Allah insanla bağlı konsepsiyası var. İnsanla bağlı planı var. Allahın insanla bağlı bir təqdim elədiyi bir sistem mövcuddur, bir mexanizm mövcuddur, bir mədəniyyət mövcuddur. Bir ilahi mədəniyyət mövcuddur. Biz insanlar 21-ci əsrdə atanın tərbiyəsini inkar eləmirik. Kimə düşün ki, kimə yaxınlaşsın düşün ki, atanın tərbiyə etmək haqqı var, övladı. Nə deyirlər sizə? Gedin kafirdən soruşurlar. Nə deyirlər? Cübbə. Valideyn hüququ deyən şey var. Bəli, düz deyil. Din demir ki bu. Gedib deyəcəksən ki, həyat yoldaşının, öz həyat yoldaşını tərbiyə eləmək hüququ var. Düz elə var. Din mollalar demir ki bunu. Hamı deyir. Deyəcəksən ki, bir cəmiyyətə rəhbərlik edən dövlət xadiminin həmən cəmiyyəti tərbiyə etmək
var. Deyəcəklər ki, əlbəttə ki var. Xalq yığışıb bunu referendumla seçib ora qoyubsa, onun da hüququ əmələ gəlir. Avtomatik. Bu cəmaatı neynəsin? Tərbiyə eləsin, təlim eləsin. Mən sual verirəm sizə. Və nətər oldu? Hamının təlim, tərbiyə eləmək hüququ oldu. Özü məxluq ola. Xaliqin haqqı olmadı məxluqu tərbiyə eləsin. Bu nə düşüncədir? Biz deyirik ki, Allah insanın təlim və tərbiyəsini öz öhdəsinə götürür. Həmən o təlim tərbiyəyə biz deyirik din. Din yəni bu. Hər biri təlim, tərbiyə iki dənə qanundan ibarətdir. Nə asnavani, iki dənə zakonun üzərində dayanır. Hər bir təlim. Universitetdə təlim var, var. Texnikumda təlim var, var. Stroykada işləyir buradakılar. Fəhlənin təlim görməsi şərtdir. Şərtdir. Fəhləni birdən aparmırlar ki, iş sahəsinə. Bıraxarsan başına armatur girər, onu birinci instruktaj edir. Təlim edirlər ki, burada belə dur, orada dayanmaq olmaz, kaskasız dayanmaq olmaz, filansız olur. Təlim görməlidir bu, təlim görməlidir. Əskəri təlimsiz döyüşə göndərirlər. Yox. Təlimdə mən dini söz danışmıram, ha. Dini, molla sözüdür. Bu, elmi bir sözdür. Əlbəttə biz məcburuq, molla onsuz da elmdən əlavə söz demir, ha. İmtihansız qoyublar da boynumuza üçüncü soğuşun. Bunlar molladılar, bunlar dini danışırlar. Yox, elə biz dünyanın qəbul edildiyi qanunlardan danışırıq. Mən sual verirəm bu müasir adamlara. Öz həyatlarında təlim zəruridir ya yox? Zəruridir. Soruşun, bizdən gedin dünyəvi alimlərdən soruşun ki, universitetdə bir dənə məzunu, bir tələbəni yetişdirmək üçün təlim zəruridir, deyəcəklər. Tələbə 3-cü kursdan sonra nə olur? Hara yönəldirlər onu? Təlimə. Ona nə deyirlər? Praktika. O birinci üçünə nə deyirlər? Teoriya. İslami kəlmələrlə nədir bunun adı? İslami kəlmələrlə buna deyirlər nəzəriyyə, nəzəriyyə. Bir də əməliyyə. Müasir dildə deyirlər teoriya və praktika. Dünyanın heç bir yerində teoriya praktikasız ola bilməz. Mümkün deyil. Avtoskolanı oxudum, bitirdim, qaydaları əzbərlədim, bu onun teoriyasıdır. Nə imtahanı verməlisən? Ezdə. Kəsilsin nə olur? Prava verərlər sənə? Yox. Niyə? Nəzəriyyə var, amma praktik. Deməli, təlimdə iki şey şərtdir. Nəzəriyyə və əməl. Yaxşı, Qur'an Allahın nəzəri sözləridir. Bəs hanımın praktikası? Qur'an Allah Taala'nın teoriyasıdır, insan üçün. Bəs bunun praktikası hanı? Dəlil hanı? Allah deyir ki, ədalətli olun. Hanı o? Hardan tapaq bir ədaləti deyək ki, ay zaman Allah deyən ədalət yəni bu. Allah deyir ki, aşiq olmalısınız mənə. Yaxşı, hanı nümunəsi? Ola bilər ki, nümunə olmasın. Ola bilər ki, praktiki tərəf olmasın, mümkündür.
10 gün məhərrəmlik bilirsiniz nədir? 10 gün məhərrəmlik ilahi təlim, tərbiyə ki var ha Quranda. İlahi təlim, tərbiyə. Onun nümunələrindən danışmaqdır. Faktlardan danışmaqdır. Baxın, o ayələrdən birini Moizənin əvvəlində oxudum mən. Allah'ı necə biz tanıdıq bu mucizədə? Yaradan, yaratdıqlarını hədəfləndirən, yaxşı izlər, həmən Allah ki bizi yaradandır, alimdir, məqsədli yaradır, həmən Allahın yaradılışına bir dənə baxanda nümunələr mütləqdir. İndi sual çıxır, Allah aləmi necə idarə edir? Fantastik. Nəylə idarə edir aləmi? Sünnətallahəlləti. Quran buyurur ki, Allahın yeryüzündə üslubu var, metodologiyası var. Metodologiya. Müəyyən bir qaydalar var aləmdə. Müəyyən bir qaydalar var. Qaydalarla Allah idarə edir varlığı. Misal verin, təbiət aləmindən. Təbiət aləmində məsələn biz baxanda görürük ki, müəyyən yaradılışlar var, bir-birlərin təmin edirlər bunlar. Flora, fauna. Biri su aləminə deyirlər, biri quru aləminə deyirlər. Bunlar bir-birinə yaşamaq üçün pas verirlər. Ağaclar məsələn, o qazı ifraz edirlər ağaclar. O kimi üçündür? Heyvanat aləmi üçün və insan üçündür. İnsandan xaric olan isə ağaclara qida eləyib Allah Teala. Mübadilə gedir burada. Siverskaları var bunların. Bu qanuna uyğunluqdur. Aləmə baxanda biz nə müşahidə edirik? Qanunlar müşahidə edirik. Elm nəyə deyilir əslində? Bax, kimya nə deməkdir? Fizika nə deməkdir? Astronomiya nə deməkdir? Biologiya nə deməkdir? Zoologiya nə deməkdir? Bunların işi gücü qutarıb institutlar tikilir bu elmlər. Zoologiya üzrə institutdur, laboratoriyadır. Toxum əkənlər bilirlər də, təsərrüfatla məşğul olanlar. Toxumu aparıb hara verirlər gücünü öyrənmək üçün? Hara verirlər? Bitkilər üzrə institut var, oranın laboratoriyası var. Aparıb verirsən o baxır, sənə deyir ki, bu nə toxumdur? Əkmə. Torpaq sahəsi düşüb əlivə, 50 sot, əkmək istəyirsən, 50 hektar. Bilmirsən nə torpaqdır. Hara aparıb göstərirsən torpağı, nümunəni? Geologiya institutuna. Geologiya institutunun laboratoriyasına. Baxırlar, deyirlər ki, qardaş, buradan nar bitməyəcək. Bu torpaqda nar bitmir. Sərmayə buraxma bura. Pulun batacaq. Bu torpaqda yaxşı bitər kartoşka məsələn, yaxşı bitər məsələn qarğıdalı filan. Amma bu bitkini əkmə ya, batıracaqsan milyardı burada. Kimdən öyrənirsən bunu? Torpaqşünaslıq institutunun laboratoriyasında, geologiya institutunun laboratoriyasında. Hər elm neyinir öz növbəsində? Hər elm öz növbəsində öz sahəsini araşdırır. Mən sual verirəm, neyi araşdırır? Neyi araşdırır? Öz sahəsində qanunları araşdırır. Çünki torpağın içində qanunlar var. Torpağın növləri var. Hər növün öz keyfiyyəti var. Hər növün öz qayda qanunu var. Geologiya elminin işi o qaydaları öyrənməkdir. Sənə mənə görsənmir o. Çünki mən paltar satanam, mən hardan bilim torpağın xüsusiyyətlərini? Mən gələk institut bitirəm, oxuyam ki, oxumasın bilməzsən ki. Elm hər varlığın öz qapısını açır, onun içindəki qanunları öyrənir.
Mən demək istəyirəm ki, Allah bütün varlıqda, bütün varlığı qanunlarla idarə edir. Milyardlarla qanunlar toparlanıb varlığı idarə edir. Ağacın yanmaq qanunu. Niyə ağac odundur? Elmi baxımdan. Niyə odun atırlar, sobaya odun atıp yandırırlar? Niyə? Əlbəttə başqa yanacaq növləri də var. Daş kömür filan. Odun da qədimdən odun doğrayırlar, atırlar. Təndirə, ora, ocağa yandırmaq üçün. O nədir yanan əslində? Yanan elə bilirsiniz odundur. Ağacın uzun müddət günün şüaları altında 30 ilə 40 ilə böyüyə hər fəsildə günəşdən yığdığı enerjidir, sən onu odlayırsan, o yanır. Bu qanundur. Görürsən, odunun yanma qanunu budur. Hər yaradılışın içində bir dənə kitab yatır. Qanun kitabı. Biz bilmirik. Məsələ burasındadır ki, Allah Taala təlim, tərbiyədə də qanunlar qoyub. Necə maddi aləmdə qanunlar qoyub, insanın mənəviyyat aləmində də, pastutqalarında da qanunlar qoyub. Məsələn, yalan danışdın, abrun gedəcək. O qanundur. Mən pulum çoxdur, dəyişəcəyəm bu qanunu. Dəyişə bilməzsən. Aləmdə əxlaq qaydaların heç kim dəyişə bilməz. Heç kim dəyişə bilməz. Nə qüdrətdə padişah olursan ol, qaydanı dəyişə bilməzsən. Çünki o ilahi sünnətdir. Həyasızlıq heç vaxt əxlaq ola bilməyəcək, bunu yaddan çıxarmayın. Necə ki, imanısı unudulmayacaq. Bu da qaydadır. Aləmdə yazıb Allah bu qayda. İmam Hüseynlə bağlı yazmayıb, o kişi bir söz deyib Allah Quranda. O həmən qaydanı ayə olaraq mən moizənin əvvəlində oxudum. Öz başına döyüş bu ayə ilə başladım moizəni. Allah müsnə deyir Quran-ı Kərimdə Lən tənallul birdə hətta tonfiqu mimma tuhibbun. Kəlmə tərcümə edirəm. Lən tənalu, yəni heç kim çatmaz. Heç kim yetişməz. Heç kəs dastijen edə bilməz. Heç kəs əldə edə bilməz. Heç kəs yüksələ bilməz. Heç kəs çata bilməz. Niyə? Əl-birdə. Bir yəni nə? Bu birdən deyil, birrı, iki dənə. Ərəb kəlməsi. Əl-bir, əbrar. Nə demək? Kamil insan. Kamillik. Savirşenstvo. Kemal. Allah buyurur ki, heç kim çata bilməz kamilliyə. Heç kim dəyə bilməz. Necə meyvə deyir, meyvəni dəyəndə yiyirlər də, deyməmiş necə olar o? Yüyən səni qızdırma tutarsan. Deyməmiş qaysını, uşaq olanda biz duza batırıb yiyirdik, qızdırma basırdı bizi, evdəkilər düşürdülər ki, uşaqsa. Da bilmirdilər ki, uşaq gəlib qonşunun bağındakı qaysıları yiyir, qızdırma tuturlar. Deysin bir şey gerək yiyəsən, deyməmiş yesin, zəhərlənərsən, bişməmiş yesin, zəhərlənərsən, qaydalar var da, yeməyin də qaydaları var. Allah Teala buyurur ki, insan değmeyecek, yetişmeyecek, savrşenstvanı elde eləmeyecek. Ne vaxtacan?
Hətta tunfiqu mimma tuhibbun. Sevdiklərindən keçməsə. Qaydaya baxın Quranda. Ha qardaş, bu konsepsiya deyə Quranda. Bu ayə bəşəriyyətin, человечествonun общий konsepsiyasıdır bu ayə. Heç kim böyüyə bilməz, məhəbbət elədiklərindən keçə bilməsə. Amma görək biz sevdiklərimizdən nə qədər keçə bilirik? Məhəbbət elədiklərimizdən nə qədər keçə bilirik? İndi məhəbbət elədiklərimizin siyasını mən istəmirəm deyim burada. O, hər kəs öz siyasını qəşəng bilir. O, mənə aid olan məsələ deyil. Hər şəxsin individual hesab kitabı da özününkidir. Heç kim ora bırını sala bilməz. Amma biz qəşəng bilirik ki, bizim özümüzdə o sevdiklərimizin siyasi nədən ibarətdir. Allah Teala bunun üçün mənim bəzi bəndələrim var. Onlar ayrı cür siyahıya malikdirlər. Onların sevdiklərinə baxsa, dünya əhlini gülmək tutur. Ki, adam da namazı sevər. Sən pulu sevəydin o bir. Allah Əl-Yağa Vahidə rəhmət eləsin, günahların bağışlasın onun. Hər halda Əhl-i Beytə qələm salıb da bu kişi. Günahçı, günahlardır, Allah bağışlasın günahlarını. Amma qəşəng bir dənə söz deyib. Çox gözəl bir dənə söz deyib. Söz, bilirsiniz də, söz baxmır adamdan. Söz bəzən gəlir, o alim də deyir, Allah rəhmət eləsin, Ayətullah Cəfəri Subhani Təbrizli, böyük müştəhidlərdən idi, çox böyük nəhəng alim idi. Bir dənə böyük otağı var idi, bütün kitablar özünündür şəxsən. 200 neçə cil kitab yazdı ömründə. Böyük alim idi. Gəldilər, soruşdular ki, Şəhriyar tanıyırsınız da Şəhriyarı. Şairi. Məhəmməd Hüseyn Şəhriyarı hamı tanıyır. Dost idilər bunlar. İkisi də Təbrizdəndir, biri müştəhiddir, biri şair. Amma dostdur. Dərdlər Ayətullah Cəfəri dedilər ki, Şəhriyar nə boydadır? Nə boydadır, yəni razmerini soruşur, şəxsiyyəti soruşur. Dedi, şairdir, bəzi sözlər danışır şeir dili ilə, özü də başa düşmür. Şeirlə gəlib ona deyil. Amma heç özü bilsə ki, nə danışıb şeirdə, çaşım qalar özü ki, bu mən demişəm. Var belə şeylər. İndi Əl-Yağa Vahid bir dənə söz deyib, bu sevmək barəsində. Deyir ki, Şimriduni ilə Hüseyin, Şimridun, yəni dinsiz şimr. İmam Hüseynin başını kesən. Şimriduni ilə Hüseyin, İmam Hüseyinlə Şim, eşkin düşüb sevdasına. İkisi də aşık olurlar. Eşk sevdası ilə yaşayırlar. Məhəbbət edəndirlər. İkisi də məhəbbət daşıyır. Şimir də aşıqdır, Hüseyin də aşıqdır. Biri rey həvasına, birisi bəla səhrasına. Amma Hüseyin də aşıqdır, Şimir də aşıqdır, rey şəhərinin hakimiyyətinə aşıqdır. Hüseyin amma bəla səhrasına aşıqdır. O başqa şeyin eşqindir. İnsan nə malı ilə tanınar, insan nə paltarı ilə tanınar, insan nə evi ilə tanınar, insan nə sürdüyü maşının markası ilə tanınar, insan nə sadı ilə tanınar. Bəzi adamlar var, sadı belə biraz lap aşağıdan, böyle bahalı saatlar. Onlar böyle. İnsanı ən yaxşı tanıttıran şey onun sevdikləridir. Bilmək istəyirsiniz kim kimdir? Baxın sevdiklərinə verir. Biləcəksiniz bu kimdir?
İnsan öz sevdikləri ilə özünü ortaya qoyur. Əsl şəxsiyyət insanın məhəbbətinin altında gizlənir. İnsan neyin məhəbbətindədir onu daşıyır. Ona görə Peyğəmbər buyurur, mən əhəbbə şeyən fələhu həşərəhumullahu mə'ə. Kim bu dünyada neyi sevsə qiyamətin günü onunla məhşur olacaq. Onun simasında gələcək. İnsanın ruhu şəkil çəkəndir. Amma çəkməyə üzərində deyil. Doğulan gündən bizim ruhumuz şəkil çəkir. Xarab olmuş o fotoqraf. Çəkən kimi, şəkil çəkən kimi şəkillər çəkir, ötürür, şəkillər çəkir, ötürür, şəkillər çəkir, ötürür. Qiyamətin günü biz gedəcəyik o çəkilən şəkillərə tamaşa eləmək. Ay mənim ruhum, neyi çəkib göndərmirsən bura? Orada adam utanacaq. Orada utanacaq adam öz ruhundan. Bu nələr çəkib göndərir? Bəs insan məhəbbəti ilə aşkar olur. Biz deyirik İmam Hüseyin Aleyhisselamın məclislərinin 10 gün keçirilməsinin fəlsəfəsini hardan başlamışdır bu mövzuda? Fəlsəfəsi budur ki, biz Qur'anın teoriyasından əlavə Qur'anın diri şəklinin cəmaata göstəririk bu 10 gündə. Həmən o ayələrin nümunələri buradadır. Məsələn, bir nəfər gəlib deyə bilər ki, İslamdan kənar adam. Gəlib deyə bilər ki, ay hacı, bir ayə dedim ki, heç kim kamil olmaz, sevdiklərindən keçməsə. Adam necə keçə bilər sevdiklərindən? Hanım onun nümunəsi? Bu boş söhbətdir. Hanım, bir dənə adam göstərir ki, belə olsun. Mən göstərim də sənə bir dənə, Hüseyin. Hələ baxın, görün, sevdiklərindən onu kimi keçən olur. Bir bildiğin bak. Uşağın en yeməli isteyli vaxtı nə vaxtı? Bələdiyyə uşağına gedir söhbət. En tatlı vaxtı 6 aylığı. Biraz böyüyəndən sonra bələkdən ki çıxır, bir ayrı şirinliği gəlir. O şirin vaxtı ki var, o bələkdə 6 aylı olan vaxtı o en belə uşağın 6 aylığı en kamil vaxtı. Oğlan uşağının bir ailədə ata, ana, bacı, nənə, baba gözləyirlər ki, bir dənə cavan böyüsün. Uşaq böyür, oğlan uşaq evin içində. Ən yaxşı sevilməli vaxtı ha vaxtdır. On 2, 13, 14 yaşında validin baxır övladdan fəxr alır. Yiyilməli vaxtıdır, baxılmalı vaxtıdır. Biraz keçir, biraz böyür, ağıllı sözlər başlayır işlətməyə. 12, 13, 14 yaşında deyirsən, maşallah. Biraz gedir o yana, çörəyi getirən vaxtıdır, ortaya çıxan vaxtıdır, arağaz vaxtıdır, cəmiyyətdə özünü tanıdan, meydana çıxan vaxtıdır 25-26 yaşlarında. Zamanın en tatlı vaxtıdır. Siz baxın bir dənə Kərbalaya. Hər şeyin yaxşısını gətirib İmam Hüseyin Kərbalaya. Uşağın 6 aylığı. Qız uşağının 3 yaşlasın. Zeynəb kimi bacı. Leyla kimi həyat yoldaşı. Bir dənə adam tarixdə mən razıyam, bax buradan elan edirəm, başımla cavab deyəm buna. Bir dənə adam gətirin həmən bu Qur'an ayəsinə hamıdan yaxşı əməl eləsin, yəni İmam Hüseyndən yaxşı əməl eləsin. Mən deyişərəm dinini. Yoxdur. Mən sual verirəm, irad bildirən əzizlərə, Qur'an ayəsini qeyd edib 10 gün yaşatmaq günahdır. Şirkdir. Biz 10 gün İmam Hüseyin'in Kur'an aylarını yaşadırıq da bu.
İndi mən hansı ayədən danışdım? Mən neyniyim ki, ayədən danışanda nümunəsi gəlib çıxır İmam Hüseynin? Onu mən neyniyim? Mən neyniyim ki, Qur'anın hansı ayəsini desən, nümunəsi, ən kamil nümunəsi gəlib Əhl-i Beytdə özünü təzahür edib göstərir. Bunun təqsiri məndə deyil ki. Başqa variantımız var, təqdim edeyim. Allah Teala deyir ki, bəzi möminlər var, bunların xasiyyəti belədir. Allah deyir də bunu Qur'anda. Allahla dava edəcəksiniz. Ayrı vaxt tevhiddən danışırsınız, İslamdan danışırsınız, Qur'andan danışırsınız, imandan danışırsınız. Mən də sizə ayə deyirəm Qur'andan, bir söz demirəm ki, Qur'an nə deyir? Qur'an deyir ki, Allah dostlarının xüsusiyyəti 2 dənədir. Nə mənim sözümdür, nə bəşər sözüdür. Allah deyir Qur'anda. Və la xavfun aleyhim və la hum yəhzənun. Ayədir Qur'anda. Kimdir Allah dostu? Kimdir Allah dostu? Mən bir söz deyirəm, sən bir söz deyirsən. Onu qoyun qırağa, bizim fikirlərimizi qoyun qırağa. Allah nə deyir dostları barəsində Qur'anda? Allah deyir, mənim dostlarımın 2 dənə xasiyyəti var. İndi gedin nə istəyir? Bax, Qur'an deyir ki, Allah dostunun 2 dənə xasiyyəti var. Nədir o 2 dənə xasiyyəti? Nə qəmləri var, nə qüssələri. Bu adamlar qəmlənə bilmir, qüssələnə də bilmir. Yoxdur onlar bu xasiyyət. Sənin telefonun bir dənə şüşəsi sınsa gör nə günə qalsın ki? iPhone falan deyir, çatda deyir. Namazıva da gəlir o çatdaq girir, yuxuva da o çatdaq girir, gəzəndə də o çatdaqdır. Fırlanarsan o fikirlə. Çatda deyir, cərə çatlayıb, cəhənnəmə çatlayıb, maldı çatlayar da bu. Hüzün götürür ürəyimi, qəm qüssə götürür ürəyimi. Bu bir dənə telefondan danışın, özündən danışın, evindən danışın. Həyat yoldaşıma bir şey olsa, nə günə düşürsən, qəm qüssə deyil. İtirəndə qüssə səni baxır. Allah da ki, mənim dostlarıma qəm qüssə yoxdur. Siz bunları tərif edə bilməzsiniz yerlərindən. Allah deyir, mənim dostlarım tərpənmir. Nümunəsi kimdir? Nümunəsi xanım Zeynəb salamullah. Təsəvvür edirsiniz bir dənə qadının gözünün qabağında qardaşı uşaqları 18 nəfər bir ailədən bir ananın, bir qadının gözünün qarşısında bir görür onları. Övlad gelir bir ailədən. 4 dənəsi öz oğludur. Üzürsə 2 dənəsi öz oğludur. Xanım Zeynəbin öz doğma uşaqları Kərbalada şəhid oldular. Hüseyn kimi qardaş, balaları. Bunlar gözünün qabağında baş verir. Gözünün qabağında baş verir. Şahiddir bunlara. Axırda da Hüseyn kimi kişiyə şahiddir şəhadətinə. Şimrin xəncərinin qəbzəsi əlində kəsən yerindən xanım Zeynəb yapışdı bax. Bu qadından söhbət gedir. Sən bir dənə bunu gözünün qabağına gətir. Bir dənə bax bu səhniyə, bu nədir bu? Amma nə qəmi var, nə qüssəsi. İmam Səccad əleyhissalam buyurur ki, 4-cü imam. İmam Hüseynin oğluyum. Deyir, bir qədər müsibətlər baş verdi yolda, Aşurada, Kərbəlada. Mən bir dəfə görmədim ki, bibim Zeynəb gecə namazını kəssin. Baş verənlər tərpətmir, eşqi yerindədir. Allaha olan məhəbbətində büdürəməyib yerindədir.
Bizim dünyavi işlərimiz çətinə düşən kimi namaz deyib evdə qalaram da. Allahla rabitə dəbərməməlidir yerindən. Heç nə onu mani olmamalıdır. İndi görürük ki, Kərbala və Aşura məktəbi hansı dərsləri verir? Bu 10 gün bilirsən nəyə görə tapşırılıb Əhl-i tərəfindən? 10 gün ildə bir dəfə zərətqadır. İldə bir dəfə biz gəlib bu məclislərlə Quranın dəyərlərini dirildib özümüzlə tənzimləməkdir. Baxmaq ki, bu məndə nə qədərdir bu? Bu qışqırıq məclisi deyil. Bu qışqırıq vəhşilik eləmək məclisidir. Adətən səhv başa düşmüşük biz. Elə bir bəkdən əli qışqırsaq, yaxşı əzadarlıq eləmiş oluruz. Yox, elə deyil. Əzadarlığını köhnə kişilər ağır mərsiyələr deyiblər, əzadarlıqlarını da ediblər. Elə bir mədəniyyət yaradırlar ki, başqa xalqlar baxıb, bu nədir, buna mərsiyə qoyurlar. İndiki mərsiyələri başqa xalqlar görsə qaçar. İndiki mərsiyələr ki, deyilir, məclislərdə o şəkil tapır, o qəribə trans halıdır, nə halıdır, o nə deyirlər, elmi deyirlər. Onu hansı xalq görsə, deyər ki, vay, bu nədir? Deyir ki, vəhşilər var. Ona görə bizim birinci növbədə vəzifəmiz İmam Hüseynin məktəbin ali şəkildə təqdim eləməkdir. Xüsusən də burada, Başşiriyədə. Xüsusən də bu cəmaatın içində. Bu cəmaat, xalq, kütlə, cəmiyyət böyük mədəniyyətin şahidi olmalıdır. Bu cəmiyyət, bu toplum başa düşməlidir ki, bir adam Hüseynçi olanda bu nə deməkdir? Bir nəfər Hüseynçi olanda alverində necə olur? Bir nəfər Hüseynçi olanda tikintidə necə olur? Bir nəfər Hüseynçi olanda ailədə necə ailə başçısı olur? Bir nəfər Hüseynçi olanda, Zeynəbçi olanda necə həyat yoldaşı olur? Bir nəfər Hüseynçi, Zeynəbçi olanda necə atasına övlad olur? Məktəbdir, bu deyib, ağlayıb, dağılışmaq üçün deyil bu məktəb. Səhv yanaşmaq. Biz bu dəyərləri o məktəbin içindən bu 10 gün fürsətdir bizə. Necə Ramazan ayında bir ay Allah bizi təmizləyir oruç tutmaqla. Bu 10 gündə təmizlənmə ayıdır. Heç də Ramazandan geri qalmaz. Amma bu şəkildə dəyərləri tanıyasın. Burada eşqin mənası izah olur bu məktəbdə. Bu məktəbdə Allah deyir ki, zuyyinu fi qulubihimul iman. Quranda ayədir bu. Allah deyir, mənim bəzi bəndələrim var, iman onların ürəyinə daxil olmayır. İman onların ürəklərinə yazılmayır. İman onların ürəyinə bəzəydir, zinətdir. Bunun nümunəsi haradadır? Kərbalada. Allah Quranda deyir ki, 8 şeyi sevmək 3 şeyin müqabilində. 8 şeyi 3 şeyin müqabilində. Çox sevmək küfürdür. Demir sevmək küfürdür. Deyir çox sevmək. Yəni sənin qabağına 8 şeydən biri çıxsa və 3 şeydən biri çıxsa, 8 şeydən olanı götürsün, Quran deyir fasiksin. Təsəvvürün ayəyə baxmışsınız, Tövbə surəsində, 24-cü ayədə. Deyir, 3 dənə şey var varlıqda. Allah, Allahın Rəsulü, Allah yolunda mücahidət. Allah yolunda fədakarlıq, din uğrunda can yandırmaq. Allah deyir, bu 3 şeyi çox sevir. Çox sevir. 8 şey de sevir. Ama bu 8 şey, bu 3 şeyle toqquşanda 3 dənənin birini götürür, ya hamısını götürür. O 8 dənəni qoyun qırağa.
Bir nəfər gəlib deyər ki, o 8 dənə nədir? Allah deyir, o 8 dənənin biri atalarımızdır. İkinci övladlarımızdır, oğlanlarımız. Üçüncü qadınlardır sizə aid olan qızın, həyat yoldaşın, bacın, anan. Sənə aid olan, kişiyə aid olan qadınlar. Dördüncü tikdiyin evdir. Beşinci ticarətindir ki, zindeganlığı onun üstündə qurursan. Həyatın onun üstündə qurur. Alışverişin. Belə 8 dənə şey sayır Allah Teala. Allah deyir ki, bu 8 şeyi sev. Sev yox, sevməlisən, borcundur, vəzifəndir. Bir kişinin qızını alıb getirmisənsə, sənin vəzifəndir onu sevmək. Çünki o sənə əmanətdir. O əmanətdir, qardaş. Bizim İmam Sadiq Aleyhisselam'dan hədis var. Zifaf gecəsinin əməllərindəndir. Zifaf gecəsi, toy gecəsi, gəlin bəyin otağına gələndə bəy üzü qibliyə dayanır, 2 rükət namaz qılır. Xanım da dayanır arxasında 2 rükət namaz qılır, beynə gəlin. Namazın salamlarından sonra İmam Sadiq Aleyhisselam'dan hədisdir. Bəy tutur qadının qabaqda olan düşlərindən, zülfündən. Əlin qoyur alnına. Və bu duadır, Azərbaycanda tərcümə edirəm. İlahi, bu niməti mənə əmanət verdin, mən də aldım. Bu artıq məndədir. Mənə mını salamat qeytarmağı nəsib edər. İslam'a bakın, oradan danışır ha İslam. Bugün dünyanın ailə institutu qara günə qalıb. Bugün ailələr cəmiyyətdə ər-arvad kimi bir damın altında yaşayırlar, amma mehirsiz və məhəbbətsiz. Bəziləri uşağa görə yaşayır, bəziləri pula görə yaşayır. Hər bir şeyə görə, amma Allah o cür demir. Allah deyir, mənə görə yaşadı. Mənə görə yaşadı. Gör, nə boyda cəmiyyət geriyə gedir? Bu cəmiyyət nə qədər geriyə gedir? Bir salavat işləyir Muhammed valideyni zaten İslam deyir sevin. Olmaz adam valideyni sevməsə. Din deyir, əgər bir nəfər qəzəblə atasının üzünə baxsa, 40 gün namazı qəbuldur. Hətta atası kafir olsa belə. Təsəvvür edin, valideyn kafirdir ya. Amma bu din icazət vermir valideynə sən qəzəblə baxasan. Deyir, 40 gün namazın qəbuldur. İçki içmək kimidir. Eyni hədis içkinin barəsindədir. Olmaz. İslam deyir, sevin tikdiyiniz evləri sevin tikin. Mən bir şey demirəm. Allah deyir, insan üçün yurt tikir. Əlbəttə ki, insanın yurduna bağlılığı olmalıdır, evinə bağlılığı olmalıdır. Sev evi, yaxşı aboy vur, yaxşı qafel vur, yaxşı evi, şivi, yaxşı düzəl, gözəl olsun, sev. Bunun məhrumiyyəti yoxdur. Abidliyivə salma. Zahidliyivə salma. Yox, mən zəif, yaxşısı var, yaxşısını elə. Amma toqquşanda bağlanma. Sizin Kərbəladan bu misalı eşitmişsiniz də, bir nəfər gəldi İmam Hüseynə dedi ki, mənim hünərim çatmır, sənə kömək edim. Hünərim çatmır da. Bilirəm ölümdür. 2 dənə şey var məndə, verim olar İmam Hüseyn sənə, lazımın olar bunlar. Həzrət buydu, nə diyor? Dedi, yaxşı bir dənə qaçan atım var, ərəb atı. Yaxşı qılıncım var, gəl bunu sənə bu yolda verim ya Hüseyn. Amma məni orada atma. Orada ölüm var, qorxuram. Məni çəkmə ora. İmam Hüseyin buyurdu ki, mənə
sən lazım idun. Atla qılınca qalsa, atın atından bərk gedir. Qılıncın qılıncından kesərdir. Qətəliyəm. Qılıncın qılıncından gedir. Mənə sən lazım idun. Bir salavat ver Muhammed Bu 8 şeyi bizim dinimiz istemiyor. Muhabbet ediyor. Olmaz. Şeyin yaxşısını giyin. Əşyanın yaxşısını işlədir. Avamsızlıq eləməyin. Ev eşiyimizi böyüdün. Məişətimizi gözəl ediyin. Bəli, bu İslamda qadağandır. Amma daha bu 3 şeylə toqquşanda qoyub qaçmayın bu işlənə. Allah'ın dini təhlükə altına düşəndə bunu qoyub qaçmayın. Allah'ın dini inkişaf eləmək zəruriyyəti varsa bunu tək qoymayın. Allah deyib, din mənim peyğəmbərim, mənim dinim uğrunda, mübarizə hər şeydən önemli. Və dalıcan Allah Teala buyurur ki, hər kəs 3 dənəni atsa, 8 dənəni sevsə ancaq, humul fasifun. Allah deyir, Allah fasifdir. Fisk ilə imanın sərhəddi bu ayədir, bu dediyim ayədir Quran-ı Kərimdə. Bir nəfər gəlib deyək ki, hanı primer, nümunə? Hanı nümunə? Nümunə gəlib. Praktiki tərəfi Kərbəlada. Kərbəlada gələnlər, ataların gətirmişlər. Balaları onlarla idi, onlarla idi. Qadınları onlarla idi, onlarla idi. Uşaqları onlarla idi, onlarla idi. Malı, mülkü özü ilə idi, özü ilə idi. İmam Hüseynin nəyi var idi, Mədinədən götürdü. Yükləri zəbələrə. Ya Hüseyin, mən bilmirəm, nə məntiqdir sənin məntiqin? Övün, eşiğin, malın, dövlətin dəvələrə yığıb səhraya niyə getirirsən? İmtihandır. Nə göstərmək istəyirsən, ya Hüseyin? Sən bu dünyaya, bu insanlığa, bu bəşəriyyətə neyi nümayiş elətdirmək istəyirsən? Nə istəyirsən göstərəsən? İmam Hüseyin istəyir göstərsin ki, Allah deyən həqiqət son həqiqətdir ki, insanla birbaşa baş-başa qalacaq. Bizim hər şeyimiz alıcılarımızdır. Bugün güvəndiyimiz şeylər var ha, heç biri bizimdir. Heç biri bizimdir. Nə pul sənindir, nə var sənindir, nə o bədən sənindir. Heç biri bizimdir. İnsanla son ana ən baqi həqiqət Allah'dır. Bütün asarlar da oradadır, tevhiddir. Allah'ı dərk edilmeyen Kərbala başa düşülmez. O adamlar ki İmam Hüseyin başa düşməyiblər, onlar geçsinlər, tevhidi bir də vərəqləsinlər. O adamlar ki din başa düşməyiblər, tevhidi bir də maraqlasınlar. Tevhiddə problem var. İnsanların əksəriyyəti Allah'ın yaradan olmağını başa düşür, Allah'ın müdür olmasını başa düşmür. Biz başa düşməliyik ki, İslamın ən şirə sözü, şirəli sözü. O, var da hər yemeğin bir dadlı tərəfi vardı, qazanın dibi necə olur? Şirə sökür oraya, qazanın dibi necə dadlı olur? Bütün yemeğin dadı çıxır ara, sökür aşağı. O, bəziləri bu qazan dibi yemir, o bilir neyini. Yemeğin dadı çıxıb oraya, onun üçün qazan dadını. Öz başa qazan dibini yemirlər ki. Dadı nədir İslamın? İslamın dadı bu sözdür, bax. Hamısını süzün. Axır söz budur. Aləmdə müstəqil səbəb odur. Qalan bütün səbəblər asılıdır. Varlıq aləmində tək müstəqil səbəb
tək müstəqilli azad varsa o da Allahdır. İnsan necə azadlaşır, ona qovuşduqca insan da azadlıq tapır. İnsan da yüksəlir azadlıq mərtəbəsinə. Azadələr, gedənlər getdi, gedənlər getsin, eydirəm azad. İmam Hüseyin Aleyhisselam aşıra günü dedi, gedənlər getsin, saxlamamışam mən heç kəs. Kim qorxur getsin? Gedənlər getsin, eydirəm azad. Gedənlər getdi, qalanlar qaldı, bəlkə ağlı fərdilər və azadələr qaldı. Azadə ruh, böyük ruhdur. Azadə ruh, böyük bir əzəmətli insan üçün insanın ruhu gələ əzəmət tapır, azadlıq tapır. Ruh nə vaxt azadlıq tapır? O vaxt qovuşur müstəqil səbəbə. Bağlanır o müstəqil səbəbə və hər şeydən azad olur və olur və la xavfun aleyhim və la hum yahzanun. Vəsselamu aleykum və rəhmətullah və bərəkatuh. Əsselamu aləl Hüseyin və əla Ali ibn Hüseyin və əla avladil Hüseyin və əla əshabil Hüseyin cəmiən və rəhmətullah və bərəkatuh. Dünya və ahirətimizin abadlığı, məclisimizin qəbul olması, bu məclislərin başsağlığısında zamanənin imamı əyləşib və özü şahiddir bu işlərə. Cəddi Hüseynə əza saxlayanların da mükafatını mənim heç şəkki şübhəm yoxdur ki, Mövlamız Sərvərimiz Məhdi əleyhissalam verəcək inşallah.